Doktor, mən xarici görünüşümdən çox narahatam. Öz bədənimdəki çox kiçik qüsurları çox böyüdürəm. Onlardan çox narazıyam. Ümumiyyətlə bədənimdən, görünüşümdən çox narazıyam və bu mənə problem yaradır. Mən dəfələrlə kosmetik prosedurlara və yaxud da ki, plastik əməliyyatlara gedirəm, amma yenə də özümdən, üz quruluşumdan, bədən quruluşumdan razı qala bilmirəm. Əgər sizdə və yaxud da ki, sizin yaxınlarınızda özündən, bədən quruluşundan narazılıq, üz quruluşundan daima narazıçılıq, özgüvənsizlik, sanki bədənində, üzündə bir qüsur var kimi fikirlər olursa, bu bir nevroloji problemin əlaməti ola bilər. Bunun adı bədən dismorfik pozuntusudur. Yəni bu nevrozdan əziyyət çəkən insanlar öz bədənlərindən narazı olurlar. Onlar üzündəki, bədəndəki kiçik qüsurları şişirdirlər, onu düzəltməyə çalışırlar. Sanki düşünürlər ki, kənardakı insanlar onların bu qüsurlarını görür və onları buna görə mühakimə eləyə bilər. Bax, bu cür pozuntusu olan, bədən dismorfik pozuntusu olan insanlar bu takıntılı fikirlərdən çox narahat olurlar və kosmetik prosedurlara dəfələrlə gedirlər. Əgər bu şeyləri özünüzdə hiss eləyirsinizsə və yaxud da yaxınlarınızda hiss eləyirsinizsə, bunun müalicəsi var. Bu nevrozu aradan qaldırmaq üçün xüsusi dərmanlarla, üsullarla sizi bu özgüvənsizlikdən azad eləyə bilərik.